Bu gün insanlarımızı ən çox narahat edən, elə dedim, üz gözəlliyi məsələsi var. Gözəllik deyir 10'dur, 9'u dondur. Yəni geyimdir. Atalarımız deyib. Bugün isə zaman dəyişib, bugün donun öz yeri var. Üzü gözəlləşdirmək üçün müxtəlif metodlardan istifadə edirlər. Təbii ki, bunların içərisində həm zərərli, həm də xeyirliləri var. Çalışmaq lazımdır onun xeyirlisindən, yəni təbiisindən istifadə edə biləsiniz. Bax, gənc xanımlar aşırı dərəcədə kimyəvi maddələrdən, zərərli maddələrdən istifadə etdikləri üçün üzün dərisinə baxmaq olmur, mümkün olmur. Üz dərisini vaxtından əvvəl qocaldır, qırış əmələ gətirir, səpkilər əmələ gətirir. Ona görə də həmin üzün dərisi, insanlar nə deyir? Atalar deyir ki, yediyi üzünə çıxıb. Yəni, nə yesən olsa, əgər təbii qidalanırsansa və bol miqdarda su qəbul edirsənsə, təbii ki, təmiz sudan gedir söhbət və hava, oksigenlə zəngin mühitdə tez-tez havaya çıxırsansa, təmiz havada olursansa, o zaman nə olur? Üz dərisindəki hüceyrələr normal qidalandığı üçün üz dərisi gözəl olur. Və baxanda doğrudan da hiss edirsən ki, orada təbiətin bir əksi var, bir parçası var. Yox, siz fast food yeməkləri, yəni fast food yeməklərindən başqa müxtəlif rəhli içkilər, adını çəkmirəm, reklam olmasın, zərərli. Siz onu rəhli içkiləri atın, bir qaba qoyun ət parçası və kalbasa, üzərinə atın, səhər baxın, görəcəksiniz nə gündədir. Üz dərisi də bax o günə qalır. Mədənin zeyli qişası da dəyişilərək o günə qalır. O gördüyünüz nədirsə onu bilin və həmişə dediyim kimi təbii qidalanma istiqamətinə gedin.